Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu sentyabrın 11-də Gəncədə vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri və gənclər üçün kommunikasiya strategiyaları və texniki bacarıqlar adlı təlim keçirib. Təlim əvvəlki təlimdən seçilmiş şəxslər tərəfindən təlim koordinatorunun köməyi ilə həyata keçirilib. Baş təlimçi Mahir Əliyev xalq jurnalistikasının əhəmiyyəti, sosial şəbəkələrin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində rolu, QHT üçün korporativ bloqun əhəmiyyəti, müxtəlif bloq şəbəkələrində bloqların yaradılması barədə məlumat verib. Digər baş təlimçi Orxan Məmmədov isə iştirakçıları yeni media və xalq jurnalistikası bacarıqlarından, QHT-lərin fəaliyyətində istifadə yolları və qaydaları, yeni media qurğuları, mobil telefon və digər qurğuların imkanları barədə bilgiləndirib. Hüquqşünas Günay İsmailova təhlükəsizlik qaydaları, yeni medianın etik və hüquqi normaları barədə məlumat verib. Praktik məşğələlər aparılıb. Qeyd edək ki, təlim Internews təşkilatının Gəncədə yerləşən ofisində keçirilib. Kommunikasiya strategiyaları və texniki bacarıqlar təlimi Avropa Komissiyasının maliyyə dəstəyi ilə reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Demokratik Jurnalistika Məktəbi, Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən icra edilən yeni medianın inkişafı və regionlara yayılması layihəsi çərçivəsində gerçəkləşib.